Nə qədər ki trend var idi, puldan qoyurdular, reklam edirdilər və baxışları yığırdılar. Bugün trend yoxdur. Baxaq o milyonlar yığan ifaçıların baxışlarını 100 min, 200 mindən artıq baxış yığmırlar. Yaxşı, bu trend olanda niyə bu milyon yarım yığırdı? Mən bir dəfə bir ifaçıya dedim, əzizim, necə olur? Sən qoyursan 1 milyon yığırsan, mən də səni qoyuram, sənin belə deyək ki də proqramını mı, mahnımı mı, çəkdiyim klibi mi yığır 200 min. Reklama bilirsiniz, sadəcə biz insanları sanki allatdıq. Reklam, bilirsiniz də, yəni sosial şəbəkədə reklama qoy, hansısa bir məhsulu mu, video mu qoyursan, reklama ödəniş eləyirsən və bu baxış yığır avtomatik. Milyon da yığa bilər, hətta milyard da yığa bilər, yəni fərqi yoxdur. Mən baxıram bəzən müğənnilərə, mənim əzizim, Zambi, Angola, nə bilim, uzaq Afrika ölkələri, bu Afrika ölkələri də sizi, məni kim tanıyır? Qurban olun ki, oradan baxırlar və şərt də yazırlar. Yəni, hərdən baxıram, deyirəm ki, biz niyə özümüzü bu qədər aldadırıq?